Mövzumuz olacaq frazeoloji birləşmə. Frazeoloji birləşmələr. Nədir frazeoloji birləşmələr? Oradan çəkib belə daha təfsir edin. Frazeoloji birləşmələr, ümumiyyətlə birləşmələr iki cürdür. Leksikanın içərisindədir. Leksikon bölməsində kitabları bağlayırıq. Deməli, frazeoloji birləşmələr nədir? Baxın, dildə iki cür birləşmə var. Bir sabit söz birləşməsi var. Bir də sərbəst söz birləşməsi var. Sabit, sərbəst. Frazeoloji birləşmələr sabit söz birləşmələridir. Sabit söz birləşmələri. Nədir sabit söz birləşmələri? Sabit nə deməkdir? Dəyişməyən söz birləşməsidir. Və indi bir dənə frazeoloji birləşmə yazaq bura. Məsələn üçün, bel bağlamaq. Bel bağlamaq. Başa düşmək. Başa İki dənəsini yazın. Birini də qoy yazım. Ağzına su almaq. Ağzına su almaq. Üstə. Frazeoloji birləşmələr. Bunlar sabit söz birləşmələridir. Sabit dəyişməyəndir. Yəni, bunlar sabit hazırdır. Dilimizdə hazır formada olan söz birləşmələridir. Biz özümüzdən sərbəst söz birləşməsi yarada bilərik. Məsələn, bir qələm, bir dənə də deyək ki, qab verirəm sizə. Birləşmə yaradırsınız, qələm qab. Düzdürmü? Otaq, bir dənə də hava verirəm, yazarın sonra otaq havası, otağın havası. Özdən birləşmə yarada bilərsiniz. Amma frazeoloji birləşmələri özdən yarada bilmirsiniz. Və buna görə olaraq sabit söz birləşməsi deyil. Bel bağlamaq nə deməkdir? İnanmaq. Başa düşmək, anlamaq. Yəni burada bel və bağlamaq sözləri birləşib bir dənə inanmaq sözünü əmələ gətirir. Keçək frazeoloji birləşmə. Nədir frazeoloji birləşmə? Ən azı iki həqiqi mənalı söz birləşərək ən azı iki həqiqi mənalı 1, 2, 1, 2, 1, 2, 3 birləşərək bir dənə məcazi mənalı ifadə yaradırsa, bu frazeoloji birləşmə sayılır. Baxın, bel, adamın beli, bağlamaq nəysə düzgünləmək. Düzdür. O bel bellə bağlamağın inanmağa nəsə bir dəxlisi var. Bel və bağlamaq sözləri ikisi birləşir. Bir dənə nə yaradır? İnanmaq. İnanmaq. Başa düşdünüz? Baş, bir də düşmək. İki dənə söz. Bunlar ikisi birləşir. Nə yaradır? Başa düşmək nə demək? Anlamaq. Ağız, su, bir də almaq, nəysə almaq. Düzdürmü? Ağzına su almaq. Bu nə deməkdir? Susmaq. Düzdürmü? Bunlar nə sayılır? Bunlar sayılırlar. Bunlar frazeoloji birləşmələr. Ən az iki dənə söz birləşib, bir dənə məcazi mənalı ifadə yaradır və həmin o məcazi mənalı ifadə də nə sayılır? Frazeoloji birləşmə sayılır. Başa düşdük? Aydındır? Belə eləyirsə nə? Eləməyinə. Amma soruşanda mən belə eləyə bilmirəm də, mənim əlim belə qalır. Keçək frazeoloji birləşmənin xüsusiyyətlərindən. Frazeoloji birləşmənin xüsusiyyətləri var. Nədir frazeoloji birləşmənin xüsusiyyətləri? Birincisi. Hamısı, nə qədər frazeoloji birləşmə var, nə qədər varsa, hamısı məcazi olur. Məcazi olur. 2. Formaca dəyişir. Formaca dəyişir nə deməkdir? Məsələn, bayaq yazmışıq, bel bağlamaq. Bel bağlamaq müxtəlif şəkillər qəbul edir. Bel bağladı, bel bağlayar, bel bağlayacaq. Görürsünüz, forması dəyişə bilər. Üçüncüsü, onun xüsusiyyətləridir bu. Əsas və asılı tərəf olmur. Əsas və asılı tərəf olmur. Dördüncüsü, yəni sərbəst söz birləşmələrində var. Birinci tərəf asılıdır, ikinci tərəf əsasdır. Amma frazeolojide elə şey yoxdur. Dördüncüsü, bütünlükdə bir cümlə üzvü olur. Bütünlükdə bir cümlə üzvü olur. Bütünlükdə bir cümlə üzvü olur. Məzmun, Beşincisi isə nədir? Demək olar ki, hamısını bir sözlə ifadə etmək olar. Bir sözlə
ifadə etmək olar. Baxın, frazeoloji birləşmənin haradasan? Frazeoloji birləşmənin 5 dənə xüsusiyyəti var. Məcazi olurlar, forması dəyişirlər, əsas vasitə tərəflər olmur, bütünlükdə bir cümləsi olur. Yəni, bel bağlamaq bütünlükdə ya xəbərdir, ya mübtədadır. Bel sözünü orada mübtəda bağlamaq xəbər götürənməzsən və yaxud da tərsinə, başqa cürdə olmaz. Bir sözlə ifadə etmək olar. Bel bağlamaq və yaxud gördünüz, inanmaq. Sonra ağzına su almaq, susmaq. Bir sözlə ifadə etmək olur. Bildiniz frazeologinin xüsusiyyətlərini. Çətin deyil ki. İsimdəkilər də asan deyil, Lamiyə. Sonra keçək frazeoloji birləşmələrin homonimliyinə. Homonimliyi. Frazeoloji birləşmənin homonimliyinin də, sinonimliyinin də, antonimliyinin də bir vacib xüsusiyyəti var ki, frazeoloji birləşmənin homonimi də frazeoloji birləşmə olmalıdır. Sinonimi də frazeoloji olmalıdır, antonimi də frazeoloji olmalıdır. Homonimliyindən başlayaq. Dilimizdə frazeoloji homonimlər çoxdur. 40 dənə, 50 dənə oxşu. Nəyə çoxdur anlamı? Onlar iyi olmaz. İndi ümumi deyirəm də 100 min təxmini sözün içindən 40 dənə, 50 dənədir ki. Amma bizə dərsliklərdə ən çox istifadə olunan 9 dənəsi var. İndi 19-unu eləyəcəm bura. Sizdən əgər onu əzbər soruşacağım. Əzbər deyəcəksiniz. Nə işləyir ha? Boğazın deyəsən ki oldu. Bir. Hə. Bir, söz vermək. 2, üz vermək. Söz atmaq var. 3, can vermək. Nə? Can vermək. 4, cana gəlmək. Hə? Söz atmaq, söz atmaq. Cana gəlir, söz atmağa fikirləşirəm, yorum var. 9 dənənin içində yoxdur. Baxırdı ona. Cana gəlmək. İşə düşmək. İşə salmaq. 7, ürəyə getmək. 8, ürəyi yanmaq. 9 nə oldu? 9. Başa vurmaq. Bu lövhədə gördüyünüz 9 dənə birləşmə, frazeoloji birləşmə. Hamısı homonimdir və hamısının ən azı 2 dənə məcazi mənası var. Yəni, deyəcəm necə. Hərəsinin, məsələn, söz vermək var. 2 mənada işlənir və onların hər ikisi məcazidir. Məsələn, deyirik ki, uşaqlar söz verirlər ki, gələn dəfə dərsi yaxşı öyrənəcəklər. Düzdür? Bu bir dənə söz vermək. İkinci söz vermək isə odur ki, toyda çağırırlar ki, kəlmədə sən söz verir. Düzdürmü? Söz verirlər də orada sənə. Düzdür? Biri o söz vermək, biri bu söz vermək. Hər ikisi məcazidir. Sonra gəlir üz vermək. Üz vermək. Üz vermək bir hörmət eləmək mənasındadır. Deyirsən ki, üz verirsən, aslar istəyir ha. Bir o üz vermək. Düzdür? Bir də var. Bir bədbəxt hadisə üz verdi. Filankəs bədbəxt hadisə, xoşbəxt hadisə üz verdi. Baş vermək mənasında verirlər. Düzdür? Bildik bunda. Hər ikisi məcazi oldu. Deməli, frazeoloji oldu. Sonra üçüncüsü can vermək. İnsan can vermək. Xəstə adam can verir. Allah rəhmət eləsin. Ölür. Düzdür? Bu can vermək. Məcazi mənada deyir də can verir. Bir də bir adam xəstələnir, ölür ha, can verir. Həkim gəlir, bir dənə iğnə vurur, həmin adam dirilir. Can verir. Həkim ona nə verdi? Can. Can verdi. Həkimin ona verdiyi can məcazidir. Düzdürmü? Həm ölmək, həm də dirilmək mənasını ifadə edir. Bunların mənaları bir-birinin antonimidir. Cana gəlmək. Yeyirsən, köşərirsən, cana gəlirsən. Düzdür? Bu bir məcazi məna. Cana gəlmək bir də ki, bezmək. Məsələn, deyirsən ki, Nihatın əlindən cana yığılmışam, cana gəlmişəm, bezmişəm. Başa düşdüm, misal sənə göstərəldim ki, bu nədir?
Sonra bildiyiniz cana gəlməndəkilər məcazisi. Bəli. Sonra işə düşmək. İşi düşən. İşə düşmək, maşın işə düşdü. Buradadır. Biz məcazitdə maşın işə düşmür ki. Bir də zibilə düşmək mənasında. Bu nə zibili düşmüş, işə düşmüş. Bizdən də düşür. Hə. İşə salmaq da həmçinin. Maşını işə saldı, buradadır. Bir də ki, kimsə səni İşə saldı, bəlaya saldı da yəni. Hansısa işə salma deyə orada oturub işləyəsən, pul qazanırsan. O işə salmaq yox. Yəni başı da. Başı bəlaya saldı. Deyir ki, oturmuşdun, deyirdim, məni işə salıb gətirib bura. Sonra ürəyə getmək. Bir kimisə çox istəyirsən. Plan kəsdən sarı ürəyin gedir. Düzdür? Bir də ürəyə getmək bayılmaq mənasında. Ürəyim getdi, yıxıldın yerə. Gülməkdən ürəyim getdi. İstidən ürəyim getdi. Məcazi mənada işlədir. Ürəyi yanmaq. Birini ürəyi yanmaq. Kiməsə bu dəqiqə sizə baxıram, ürəyim yanır halda. Çünki dərsi öyrənməyibsiniz. Düzdür? Bu bir ürəyi yanmaq. Bir də o indi əsl vaxtı istəyir, ciyarım yandı, bir stəkan su ver. Ciyarım yanmaq var ha. Bu ciyarım deyir, ürəyim yanmaqdır. Bir də odur. Məcazi mənada. Hər ikisi məcazi. Başa vurmaq. Üç mənası var. Üç mənası var. Bax, bu başa vurmaq var ha bu. Bu umumiyyim deyil. Çünki burada həqiqətən başa vururuq həqiqətən. Umumiyyim sayılır. Kırılmaz, qorxma. Bu başa vurma həqiqi mənadadır. Burada məcazilik yoxdur. Ona görə bu nədir? Ona görə bu umumiyyim sayılmır. Düzdür? Başa vurmaq. Deyirəm, başa vurmaq. Bir qaxıncı eləmək mənasında işlədilir. Məsələn üçün deyirsən ki, sənə plan şey eləmişdir, yadva gəlir, qaxınc edirsən, onun başına vurursan, düzdür? Bir bu mənası. Bir də dərsi başa vurmaq, bitirmək mənasında işlədilir. Bu nə olur? Prozoloji umum. 9 dənə umumunu bildiniz. Bəli. Elələri də var ki, umumunu oxşuyurlar, amma deyirlər yola vermək. Düşmək. Yola düşmək. Yola vermək məcazi işdir. Yola düşmək. Sonra burnunun ucu göynəmək. Burnunun ucu göynəmək. Yola düşmək, burnunun ucu göynəmək. Sonra deyək buradan meydan sulamaq. Meydan sulamaq, göylə getmək. Sən çox göylə gedirsən. İndi baxırıq bunlara. Bunların da hamısının iki dənə mənası var, amma umumiyyim deyirlər. Bunlar tək deyil. Bunun kimi o qədər söz var ki, məsələn, 8 yazmaq, at oynatmaq, hamısını yazmaq. Hə. Yola düşmək nə? Top yola düşdü. Həqiqi məcazidir. Həqiqi. Prozolojidir bu. Prozoloji birləşməsi üçün məcazi olmalıdır. Bu həqiqi məna. Bir də ki, yola düşdü. Pərvin yola düşdü, gələr. Düzdür? Bu məcazidir. Deməli, biri həqiqi oldu, biri məcazi oldu. Buna sayılacaq prozoloji birləşmə, prozoloji umumiyyim sayılacaq. Umumiyyim deyil. İkincisi, burnunun ucu göynəmək. Darıxmaq. Məktəbsiz burnumuzun ucu göynəyir. Darıxırıq. Düzdür? Bu bir. Bir də soyuq olanda adamın birinci burnunun bu hissəsi var ha. Göynəyir. Qışda. Bu həqiqidir. Biri həqiqi, biri məcazi. Umumiyyim deyil. Meydan sulamaq. Meydan sulamaq. Toylarda zahtlar da vurdu. Meydan sulu olurdu. Gətirib də vedrəylə su səpirdilər ki, biraz toz yatsın. Bu həqiqidir. Meydanı suluyurdu. Bir də ki, meydan sulamaq deyir ki, burada mənim Bağdatda körxəlir. Öz bildiyin edir. Yəni, meydan suluyurdu. Nə deyirəm odur. Göylə getmək, Samalyota minibsən, göylə gedirsən. Bu həqiqidir. Bu həqiqi məcazidir. Həqiqi. Bu bir də var, lamiyə kimi göylə gedirik. Düzdür? Biri həqiqidir, biri məcazidir. Var umumiyyim sayılar? Deyil. Çünki prozoloji umumiyyəmin hər iki məna tayın olmalıdır. Məcazi olmalıdır. Amma bir məcazi, bir həqiqidir. Bir məcazi, bir həqiqi olduğu üçün sayılmır. Hər ikisi məcazi olmalıdır. Bildiyin bunu. Keçək prozoloji sinonimlərə.
Sinonimlər də asandır. Frazoloji sinonimlər də asandır. Ayrı antonimlər də asandır. Deməli yazıram ki, dil ötmək. Dil ötmək. Dil ötmək nə deməkdir? Biriyle başlıyor. Çox danışmaq. Dil ötməyə başqa bir dənə yazıram. Dili boğaza qoymamaq. O ne söz? Dili yaxınca yazarım biləcəksiniz. Dili boğaza qoymamaq. Dili boğaza qoymamaq nə deməkdir? Dayan burada, bu adamın dili boğazında qalmıyor. Danışır. Ha. Düzdürmü? Çox danışmaq deməkdir burada. Çox danışmaq. İndi bunu bilirsiniz. İtəngi yemək. Eşitirsiniz ya bunu? Bəli. Bu nə vaxt deyirlər? Çok danışan. Ay sağ ol. Çox danışan adama deyirlər ki, bu itəngi, bəyənmir. Düzdürmü? Bu da Bizim sözde hem işlerine söz. aha. Çox danışmaq mənasını ifadə edir. Baxın, bu halların hər üçü eyni mənadır. Və bura bir dənə də yaza bilərəm. Dil ötmək, dili boğaza qoymaq, itəngi yemək, bir də dil otu yemək də yaza bilərik də. Dil otu yemək, bu da elə çox danışmaq anlamını ifadə edir. Bu dörd də bir-birinə sinonimdir. Dördü də bir-biriyle sinonim sayılırlar. Bunlardan ama karşısındaki sözler sinonim sayılırlar. Niye? Niye sayılır? Mənası eynidir. Mesela itəngi yeməyə çox danışmaq demək deyil. Bəli. Və niyə bunlar sinonim deyil? Niye? Yazılışı və deyilişi ayrı, mənaları yaxındır. Eyni hissəsidir, feildir. Və niyə bunlar sayılırlar? Çünki frazoloji birləşmənin sinonimi də frazoloji birləşmə olmalıdır. İtəngi yemək məcazi mənadadır. Çox danışmaq isə həqiqi mənadadır. Deməli bu həqiqi, məcazi, bu həqiqi olduğu üçün bunlar frazeoloji homonim sayılır. Bildin bunu? Anladı. İndi ağzına su almaq bilirsiniz nə deməkdir? Susmak. Yaxşı, ağzını aç olur, susmaq. Ağzını bir fırlamaq yazıram, bunlar da bilsinlər. Ağzını qıfıllamaq. Ağzını qıfıllamaq nə oldu? Susmaq. Düzdür. Ağzını qıfıllamaq. Susmaq sözü ilə antonim, sinonim sayılar. Xeyr. Çünki ağzını qıfıllamaq. Susməli yox. Xeyr. Susmaqdır. Mənaları eynidir. Amma bu məcazi, bu həqiqi olduğu üçün buna frazoloji homonim sayılmazdır. Sinonim sayılmazdır. Yaxşı. Bildiniz? Başa düşdünüz mü? Bəli. Bəs yaxşı. Antonimi necə? Ağzını qıfıllamağın antonimi çox danışmaq olar? Yok. Olmaz. Niyə olmaz? Çünki antonimidə frazoloji birləşmə olmalıdır. Frazoloji birləşmə olmalıdır. Aydın oldu? Bəli. Frazoloji birləşmənin antonimi də, sinonimi də, homonimi də frazoloji birləşmə olmalıdır. Ağzını qıfıllamağın antonimi itəngi yemək olar. Antonimi olar da. Çünki ağzını qıfıllamaq susmaqdır, itəngi yemək də çox danışmaqdır. Bunlar bir-birinə nədir? Antonim, əks mənalı söz hesab olunur. Bildiniz frazoloji birləşmənin homonimliyin, sinonimliyin, antonim, hər üçün başa düşdünüz. Problem yoxdur ki orada. Bir damcı qaldı, onu da deyim bitsin. Elə ifadələr var, uşaqlar. Onlar frazoloji birləşməyə oxşuyurlar, amma frazoloji birləşmə deyirlər. Xüsusilə olmaq, etmək, eləmək sözləri var. Onlara xüsusi diqqət edin. Məsələn, yazıram. Kömək, salam, nə tərz? Nə, otur orada, otur, deyil. Kömək, olmaq. Otur. Kömək olmaq. Anadan olmaq. Paxıllıq eləmək. Kimi sözlər? Sonra yaza bilmək. Baxın, burada
4 dənə ifadə yazmışam. Bunların heç birisi frazeoloji birləşmə deyil. Niyə deyil? Demiyorsunuz müəllim, 2 söz, kömək olmaq. 1, 2. Elə deyil. Əslində elədir. Bunlar çoxdur, yoxsa 4 dənə? Yox, qaydasını deyəcəm, bir də sənə qədər. Burada olmaq, etmək, bilmək varsa, bunlar artıq ikisi bir yerdə bir söz sayılır. Frazeoloji birləşməsi neçə söz lazım idi? Ən azı 2 söz. Düzdür? Bax, bu bir sözdür. Olmaq bir sözdür. Etmək bir sözdür. Eləmək bir sözdür. Bilmək bir sözdür. Bildiniz nə demək istəyirəm? Yəni, bunlar ikisi bir dənə söz sayılır. Ona görə bunun qabağında başqa bir söz olsa, məcazili yaransa, hə, onda buna deyə bilərsiniz. Frazeoloji homonim. Daha doğrusu frazeoloji birləşmə. Bu halda buna biz frazeoloji birləşmə deyə bilmərik. Aydındır? Bəli. Başa düşdünüz? Bəli. Problem yoxdur ki. Xeyr. Bax, bu qədər. Frazeoloji birləşmələrlə bağlı deyəcəklərim bunlar deyil. Yeşin başqır.